Səhərdən bu şəkillərə baxıb bilmirəm gülüm, yoxsa Azərbaycan elminin düşdüyü acınacaqlı hala ağlayım. Elmlər Akademiyasının Rəyasət Heyətinin bugün keçirilən iclasında akademiklərimiz yatıblar. Akademiyanın prezidenti İsa Həbibbəyli danışarkən alimlərimiz mürgülüyür. 3 deyil, 5 deyil, bəlkə də yarısından çoxu yatır. İsa Həbibbəyli, kül sənin təpənə, sənin bu vəzifənə göz yuman İlham Əliyevin də təpəsinə kül olsun. İsa Həbibbəylini ən yaxşı tanıyanlardan biri də mənəm. Bir il bu İsa Həbibbəylinin rektoru olduğu universitetdə müəllim işləmişəm. Daha sonra bir ildə onun vitse-prezident olduğu akademiyada elmi işçi. Dəfələrlə şəxsi söhbətlərimiz olub. İki eşşəyin arpasını bölə bilməyən, hələ də akademiya Azərbaycan elminin başında dayanırsa, kül buna göz yuman İlham Əliyevin təpəsinə. Bu adamın ağzından horra tökülür, Bilməsin. İsa Həbibbəyli, utan, abrın olsun, həyan olsun, bari özün istefa ver.